Məryəm surəsinin 96-cı ayəsində Allah Teala buyurur: Bismillahirrahmanirrahim. İnnellezîne âmenû və amilussâlihât seyec'alu lehumurrahmanu vudda. Əgər bir insan Allahın ona verdiyi ömrü iman üzərindən yaşaya və salih əməl, Allahın razı qaldığı işlər görsə, rəhman olan Allah onu insanlara sevdirəcək. İnsanlar onu sevəcək. Allah özü sevib və insanlara onu sevdirəni bəşər əl-ələ verə, barəsində nə danışa, faydası olmaz. Çünki Allah əgər onu sevib və sevdirirsə, əminliklə o xalqın, millətin, insanın, tarixin, bəşəriyyətin yaddaşında yaxşı bir insan kimi qalacaq. Səmimi etiraf edək, kim 7 baba geriyə saya bilər? İndi aramızda seyidlər olsa, bəlkə şəcərələrini axtarıblar ki, məsələn də babası filan təsbitləmək üçün 1-2 nəfər olar, bəlkə heç o da olmaz. Yəni 7 baba arxaya bu yüzlər insan içərisində barmaq say insan olar. Amma məsum imamlarımız uşaqlarımızın belə dilinin əzbəridir, onların yaddaşındadır, bilirsinizmi? Bu ilahi nurdur. Allah öz nurunu insanların qəlbində, onların zehnində, onların fikrində tamamlamasının təzahürüdür.